İbtidai sertifikasiyaya hazırlaşan əziz müəllimlərimiz, hər birinizi salamlayıram. Mən Zəhra Əhmədova. Bugün sizlər üçün Azərbaycan dilindən 5 qəbul tipli sualın izahını təqdim edirəm. Birinci sualımız belədir. Kökü it ismi olan sözlə eyni köklüdür. Əziz müəllimlər, biz bilirik ki, it sözü işlənmə məqamından asılı olaraq iki cür işlənə bilir. Bir dəfə biz it sözünü it ismi kimi görürük, it heyvan mənasında, bir dəfə isə itmək feili kimi görə bilərik. Bizdən nəyi soruşur? Kökü it ismi olan sözlə eyni köklüdür. Biz bilirik ki, eyni köklü sözlər quruluşca hökmən düzəltmə olmalıdır. Kökləri eyni mənanı verməlidir. Kökləri eyni nitq hissəsi olmalıdır. Baxırıq A variantına, itirmək. İtirmək sözünün kökü nə olacaq? İtmək feili olacaq. Yəni it feili. A variantında gördük ki, sözün kökü it feilidir. Bizi isə deyir ki, kökü it ismi olan sözlə eyni köklüdür. A variantını çıxırıq. Baxırıq B variantına, itkin. İtkin sözünün kökü nə olacaq? Təbii ki, it feili olacaq. B-ni də çıxırıq. Baxırıq C variantına, itlər. İtlər sözünün kökü it ismidir. Sadəcə burada it sözün köküdür, lər isə qrammatik şəkilçidir. Bu söz sadə sözdür. Yadda saxlamaq lazımdır ki, sadə söz eyni köklü ola bilmir. Ona görə variantlardan C-ni də çıxırıq. Baxırıq E-yə, itkinlik. Burada da sözün kökü olur it feili, yenə də variantlardan çıxırıq. Bizə deyir ki, kökü it ismi olan sözlə eyni köklüdür. Cavabımız olur D variantı. İtsiz sözü düzəltmə sözdür. Kökü də nədir? İt ismidir. Məsələn, deyirəm ki, indi itsiz küçə tapmaq mümkün deyil. Yəni, bütün küçələrdə it olur bu mənada. İndi biz burada gördük ki, sözün kökü it ismidir, siz isə leksik şəkilçidir. Bu söz düzəltmə sözdür, kökü də isimdir. Sualımızın düzgün cavabı olur D variantı. Əziz müəllimlər, bunu daha rahat yolla da tapa bilərik. A variantına yenə kökə baxdıq, it feildir. B-yə də kökə baxdıq, it feildir. C-də sadə söz var, sadə söz eyni köklü ola bilmir. E-də də kökə baxırıq, kök it feilidir. Bizdən it ismi soruşduğuna görə sualımızın düzgün cavabı olur D variantı. Əziz müəllimlər, nəzərinizə çatdırım ki, bir neçə gün öncə YouTube kanalımızda sizlər üçün geniş şəkildə eyni köklü sözlər mövzusunun canlı dərsini təqdim etdik. Əgər hələ də həmin canlıya baxmamısınızsa, mütləq kanalımıza daxil olub canlı dərsə baxa bilərsiniz. Baxırıq ikinci suala. Sual belədir. Bir insanın sevdiyi insana da güvənməyi çox önəmlidir. Verilmiş cümlədə mənsubiyyət şəkilçili neçə isim vardır? Əziz müəllimlər, bizə demir ki, mənsubiyyət şəkilçili neçə söz vardır. Bizə deyir ki, mənsubiyyət şəkilçili neçə isim vardır. Gəlin indi bu cümlədəki isimlərə baxaq. Bu cümlədə insanın bir isim, insana iki isim. İnsanın yəlik haldır, insana yönlük haldır. Yəni insanın, insan sözün kökü ın yönlük halın şəkilsi, üzr istəyirəm, yəlik halın şəkilsi. İnsana, insan sözün kökü A da yönlük halın şəkilsi. Bizə deyir ki, mənsubiyyət şəkilçili neçə isim var? Cavabımız olur E variantı. Yəni mənsubiyyət şəkilçili isim yoxdur. Cümlədə iki isim var, heç birinin də üzərində mənsubiyyət yoxdur. Olan şəkilçilərin biri yəlik haldır, biri də yönlük haldır. Cavabımız olur E variantı. Baxırıq 3-ə. Yazılışında səhvə yol verilmiş sözü göstərin. Bu mövzu ilə bağlı da həftənin 4-cü günü canlı şəkildə dərs izahımız oldu. Son saitini itirən 2 hecalı, milli və alınma isimlər haqqında YouTube'da canlımızda danışmışam. Yenə kimin çətinliyi varsa həmin canlıya baxsın.
Yazılışında səhvə yol vermiş sözü göstərin. Səhvə dediyini görə diqqətli olmaq lazımdır. Şəklin çərçivəsi. Şəkil sözü necə sözü idi? Alınma sözdür. Üzərinə saitlə başlayan hal və ya mənsubiyyət şəkilsi gələndə ikinci hecadakı sait düşür. Şəklin çərçivəsi, bəli, saitlə başlayan hal gəlib, buradakı i düşüb, doğrudur. Bizə deyir səhv olsun. Sinifə daxil olmaq. Sinif sözü necə sözü idi? Alınma mənşəli sözdür. Üzərinə saitlə başlayan hal və ya mənsubiyyət gələndə ikinci hecadakı sait düşməlidir. İndi burada sinif sözünün üzərinə saitlə başlayan şəkilçi gəlib, amma düşmə olmayıb. Əslində bu sözün düzgün yazılışı sinifə bu cür olmalıydı. Sualımızın düzgün cavabı B variantıdır. Ananın qoyunu. Burada qoyun qucaq mənasındadır. Milli mənşəli sözdür. Üzərinə mənsubiyyət gəlib düşmə var. Doğrudur. Oğlu savadlıdır. Oğul sözü milli mənşəli sözdür. Üzərinə mənsubiyyət gəlib düşmənin olmağı düzgündür. D də düzgündür. Bizdən səhvi soruşur. Cavab B. Baxırıq 4-ə. Hansı sözdə cacə ədat kimi işlənib? Əgər sifətin, əgər sayın və zərfin üzərinə cacə artırılsa, bu zaman həmin cacə ədat olacaq. Məsələn, xırdaca, xırda sifətin üzərinə artırıldı. İkicə, iki sayının üzərinə artırıldı. İndicə, indi zərfinin üzərinə artırıldı. Sifətin, sayın, zərfin üzərinə artırılan cacə ədatdır. Dəryaca, dərya qədər, canı qədərlə əvəz elədik, burada qoşmadır. Fransızca, türkcə, rusca, almanca dillərin üzərinə artırılan cacə leksik şəkilçidir, zərf yaratdı. Əyləncə, əylən feilindən, əyləncə ismi leksik şəkilçidir, gedəcək. Xırdaca, xırda sözün köküdür. Cada nədir? Ədatdır. Sifətin üzərinə artırılıb, bəli. Burada dediyim qaydadır. Nə olacaq? Xırdaca, körpəcə, zorbaca, qaraca və s. kimi olacaq ədat. Cavab oldu C. Baxırıq 5-ə. Biri sifətin azaltma dərəcəsindədir. Sifətin 3 dərəcəsi var. Adi dərəcə, qısaca yazacağım. Azaltma dərəcəsi, çoxaltma dərəcəsi. Adi dərəcənin heç bir morfoloji və sintaktik göstərisi yoxdur. Amma azaltma və çoxaltma dərəcəsi 2 üsulla yaranır. Morfoloji və sintaktik üsulla. Kəm ağıl, burada da kəm var. Kəm hövsələ, burada da var. Kəm fürsət, burada da var. Kəm savad, burada da var. Amma cavab olur C. Niyə? Kəm ağıl. Ağıl nədir burada? İsimdir. İsmi artırılanda artıq biz buna azaltma dərəcəsi demirik. Kəm ağıl olacaq adi dərəcə. Kəm hövsələ ismi artırılıbdır. Yenə olacaq adi dərəcə. Kəm fürsət ismi artırılıb adi dərəcə. Kəm savad ismi artırılıb adi dərəcə. Və yaxud kəm düşüncə ismi artırılıb adi dərəcə. Amma kəm şirin sifət artırılıbdır. Sifətin azaltma dərəcəsidir və sintaktik yolla yaranıbdır. Sualımızın düzgün cavabı olur C variantı. Bu tip sual nümunələrində baxın görün. Bizdən sifətin azaltma dərəcəsini istəyir. Nəyə artırılıbdır? İsim, 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 isim. İsmi artırılanda götürə bilmirik. Necə ki, bumbuzu götürdük adi dərəcədə, eləcə də kəm ağıl, kəm hövsələ, kəm fürsət, kəm savad da həmçinin. Amma sifəti artırılan olur sifətin azaltma dərəcəsində. Sualımızın düzgün cavabı olur, təbii ki, C variantı. Əziz müəllimlər, izahımız bu qədər. Nəzərinizə çatdırım ki, sabah 10 tamamda ödənişli canlı yayımız olacaq, səhər 10-da. Əgər sizlər də isim bölməsinə aid möhtəşəm şəkildə canlılarımızdan faydalanmaq istəyirsinizsə, bu zaman YouTube-da axtarış yerinə Müəllimlər Akademiyası Zəhra Əhmədova yazıb kanalımıza abunə olursunuz. Eləcə də 050 505
1246 iş nömrəmizə yazırsınız, statuslarımızı izləyirsiniz, canlıların vaxtından xəbərdar olursunuz. Bu günlük bu qədər. Sağ olun.